Sübh tezlərindəndir. Balığa gedirəm yenə. Bilirsiniz, əvvəllər o salyanın balığı kürə görə idi. Kür var idi, balıq da var idi ilahiden. Mesela yaşlı adamlar danışır ki, hətta vedrəni sallayıb su götürmək istəyəndə belə vedrənin içində balıq çıxırdı. İndi kür demək olar ki, quruyub. Bizdə o Şaqay deyən aşağı Milmuğan kollektori 3 də olmasa 2 kür enliliyindədir. Hətta bəzi elə yerləri var ki, orada 3 kür enliliyindədir o Şaqay deyilən kanal, aşağı Milmuğan kollektori. Ama Seravno salyan zonasında balıq var. Bütün yani Cənubda, Bakıya kimi olan yaşayış məskənlərimiz hamımız bilirik ki, salyanda balıq var. Salyanda balıq hardandır? Yəni balıq var deyəndə nə mənada? Qarmaq atmağa gəlmək olar. Bax bu kollektorlar kanalların hesabına, bu kollektorlar kanallara da uzaylılar, yad planetlilər gətirib balıq atmayıb. Ümumiyyətlə ətrafında sərçə, göyərçin, tatrıq, qarışqa yaradan bu həyatı insan sertsavinadır, insan özəkdir, insanın ətrafında yaradıb. Salyanda süni balıqçılıq yerləri, süni dambalar, göllər çox olduğuna görə onların da çıxarları hamısı axır bu kollektorlara, kanallara. O balıqçılar malyuk deyirlər. Malyuklar tökülüşür. Yəni hələ göydən inaplanetlər gətirib ora balıq tökməyib. Buradakı bizim insanlar balıq yetişdirməklə məşğuldular. Onların çıxarı açılır bu kollektorlara, kanallara ki, kürü şəklində ya malyuk şəklində gəlir girir ora. Ona görə də bir şükür Allaha, nə vaxt gəlsən bu kanallarda, kollektorlarda balıq var. Ümumiyyətlə bütün yaşayış, bax həyatındakı o gördüyün sərçələr də, göyərçinlər də insana coradır. Özün təsəvvür elə, insan olmasaydı, buğda əkməsəydi, arpa əkməsəydi, dən olmasaydı, bu heyvanların, quşların da populyasiyası bu qədər çoxalmazdı. Min şükür yaradana, min şükür.